Respublikasının çektiği o kinofilmde siz onu izləmişsiniz. Və tarixin hadisələrlə necə varsa o cürdən o kinofilmdə öz yerini tapır. Necə ki, Muxtar Səqəfi şəhri Məkkədə olarkən, istər Küfədə olarkən, istər Mədiniyə yetişərkən, nə qədər insanlarla görüş edir və belə desək, qəbilə valiləri ilə, qəbilə başçıları ilə görüşür və məqsədin məramın deyir ki, biz öz bölməmizdə, biz eşq karvanından geri qaldığımız üçün gərək o eşq karvanında olunan zülmləri, edilən əzab-əziyyətləri, qisasını mütləq alaq, gec və tez bir gün Allah bizdən hesab soracaq və biz o şəxsiyyətlərin üzünə bir gün üzü ağ baxmağa bacara bilir. İmam Hüseyin əleyhisselamın danışıqları fərqli bir üslubdur. İmam Hüseyin əleyhisselam bu adamlarla görüşdə onları öz ətrafında yığmaq yox, onlara məqsədi məramı çatdırmalıdır. Həzrət İmam Hüseyin əleyhisselam ilk görüşlərindən biri Mərvan özü ilə. Mərvan, Allah rəhmət eləsin, elə bir insan idi ki, bu Yezid Lənətullahın dedikləri ilə hərəkətə keçən bir adamdır. Yezidin sözlərini, Yezidin işlərini görənlərdən biri idi. Və o, Həzrət İmam Hüseynə baxdıqda İmam Hüseyn əleyhisselam onların hər birinə müqəddəs Quran-ı Kərimlə danışır və onlara cavab verir. Və İmam Hüseyin əleyhisselamda Cəhdi Rəsul-i Əkrəm necə ki, özündən bir söz deməzdi, o cürləndə İmam Hüseyin əleyhisselam müqəddəs Quran və Cəhdi Rəsul-i Xudanın dediyi sözləri onlara yaddaş edir. Həzrət İmam Hüseyin əleyhisselam görüşündə Mərvana bir söz deyir. Quranın Əhzab surəsinin 33-cü ayəsini deyir. Bismillahirrahmanirrahim. İnnəmə yuridullahu liyeslukum əslum əhləl-beyt ayəsini deyir. Və bu ayəni deməklə Həzrət İmam Hüseyin əleyhisselam Əhl-i-Beytin Allah tərəfindən ən ali bir zirvəyə yüksəlməsi və onun pak, müqəddəs olmasını nümayiş elətdirir, göstərir və buyurur ki, mən Peyğəmbərin əziz balasıyam və Kəsa hədisini ona deyir, Peyğəmbər Xuda əbanın altında mən, qardaşım İmam Həsən və Həzrəti Əli ibn Əbi Talib atam və xanım Zəhra salamullah və Peyğəmbər bir yerdeydik və bunların hamısını yaddaş edir və bir daha ona təkrar edir, deyir. Amma onun bu sözlərdən heç bir eşitdikcə dəyişiklik yoxdur. Çünki bu insanlar artıq dünyaya həlis olmuşdular, hədəflərinə yetişmək üçün zalimlərə xidmət edirlər. Və ikinci mərhələdə İmam Hüseyin əleyhisselamın görüşü Peyğəmbərimizin həyat yoldaşı Ümmü Sələmə idi. Mədinədə Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı Ümmü Sələmə idi. Ümmü Sələmə İslamda və Peyğəmbərə böyük bir dəyər vermiş bir xanım oldu. Və Ümmü Sələmə Əhl-i-Beyti sevən insanlardır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmi hər zaman xidmətində dayanmış və Peyğəmbər sallallahu aleyhi və səlləmin ailəsini, evladlarını, balalarını sevən bir insan. Bir ana balasını necə sevər? Ümmü Sələmə o cürdə İmam Hüseynə baxır deyir, mənim əziz balam, sən Mədiniyə getməyinə, Kərbəlaya getməyinə, Mədinədən uzaqlaşmayınə, Mədinədə yerlər var ki, orada sən qala bilərsən və ya başqa şəhərə gedə bilərsən, sən Kərbəlaya yetişməyinə. İmam Hüseyin əleyhisselam baxır deyir, Ümmü Sələmə, ey ana, niyə bu sözləri deyirsən mənə? Mən istəyirəm, biləm ki, bu sözləri niyə deyirsən mənə? Ümmü Sələmə deyir, mən cəddim Rəsul-i Xudadan eşitdim ki, bir gün
mənim əziz nəvəm, balam Kərbəlaya yetişəcək Həzrəti Hüseyin və orada onu şəhid edəcəklər. İmam Hüseyin əleyhissalam təvəssüm edir, deyir, anacan, bunu ki sən eşitlisən, bunu ki bilirsən, niyə mənə o Kərbəla mərhələsindən uzaqlaşdırırsan? Və Həzrəti İmam Hüseyin əleyhissalama baxır, ağlayır, deyir, Peyğəmbər sənin müsibətini ağlayır. Allah'ın şahidir ki, mən də buna şahidəm. Və İbn-i Sələmə ilə görüşür. Həzrəti İmam Hüseyin əleyhissalam Mədinədə bilirsiniz ki, Peyğəmbərin əziz səhabələri var idi. O səhabələrdən biri də Peyğəmbərin Əbu Uveys idi. Böyük tanınmış səhabə idi və o Kərbəla hadisəsindən də qabaq, belə desək, Həzrət Əleyhisselamın xilafəti dönəmində o bir kənara çəkildi və məsciddə ibadət edib uzaqlaşardı. Əleyhisselamın hər zaman yanında yer tutardı, Peyğəmbərin sadiq səhabəsi idi. Amma belə desək, heç bir işə qarışmazdı. Hətta tarixdə var ki, müharibələrdə belə öz qəbiləsini, Siffeyində və digər müharibələrdə öz qəbiləsini uzaqlaşdırır məsələlərdir. Və istəmir ki, o müharibə olsun, istəmir insan qırğını olsun. Amma İmam Hüseyin əleyhissalamı görür, gözləri dolur, deyir, mən Peyğəmbər Xudadan sənin haqqında eşitmişəm və sənin başına nə müsibətlər gələcək, Peyğəmbər onları bizə bir danışır. Həzrət İmam Hüseyin əleyhissalam buyurur ki, mən bu şəhərdən getməklə həm Peyğəmbərimi, həm dinimi, həm müqəddəs qibləmi qoruyacağam. İmam Hüseyin əleyhissalam həmən o səhabəyə Musa əleyhissalamın Quran-ı Kərimdə Misirdən çıxdığı ayəti deyir. Musa əleyhissalam deyəcək ki, Misir şəhərindən çıxır və o şəhərdən çıxanda Allah Mütəal Musaya bu sözü deyir, həmən şəhərdən çıxanda. Ya Musa, heç qəm yeməm, o qövm bir gün sənə tərəf qayıdacaq və səni axtaracaqlar. Amma onlar səni daha görməyəcəklər. Həzrəti Hüseyin əleyhissalam bu sözü dedikdə ondan uzaqlaşır. Belə desək ki, İmam Hüseyin əleyhissalamın dediyi sözlər, ayətlər, hədislər, hər biri təsir edici, belə desək, hər biri də öz yerində və öz sahibinə lazım olan sözləri deyir. Ki, mütləq tarix oldu ki, İmam Hüseynin Kərbəlasından sonra o səhabə başına vurdu, ağladı və İmam Hüseynin sözünü hər dəfə zikr elədi ki, Həzrət İmam Hüseyin bu sözü mənə dedi. Deyir ki, mən ona Mədinədəykən qoşulu edin və Kərbəlaya edin. İmam Hüseyin əleyhissalam Mədinədən çıxaraq az bir mərhələdə öz qardaşı Hənəfiyyəni görür. Hənəfiyyə Həzrət İmam Hüseyin əleyhissalamın qardaşı idi. İmam Hüseyin əleyhissalamın bağrına basır və ağlayır və bildirir ki, Həzrət İmam Hüseyin əleyhissalama ki, sən bu şəhərdə qalmaqla çetin bir mərhələ olacaq və mən də sənin yanındayam və səni tənha buraxmayacağam, səninlə bir yerdə olacağam və bu şəhəri tərk etməklə. Hənəfiyyə Peyğəmbərin əziz nəvəsi idi, amma İmam Hüseyin əleyhissalamı çox sevirdi. İmam Hüseyin əleyhissalamın da isteyindən bir söz deyir ki, sən bu şəhəri tərk etməklə, getməklə və Kərbəlaya yetişməklə. İmam Hüseyin əleyhissalam buyurur ki, ey Hənəfiyyə, bəs neydi? Bir qardaş kimi sən bir məsləhət ver, ne iş görüm, neyliyim mən? Sən ki bilirsən ki, atam Əli ibn Əbi Talibin başında müsibətlər gördü. Anam Həzrəti Zəhra salamullah nə müsibətlər, qardaşım İmam Həsən nə müsibətlər və hələ də bu müsibətlər davam edir. Və bu müsibətlər bizə deyil, bizim dinimizə, bizim müqəddəs kitabımıza, bizim mənəviyyatımızadır. İmam Hüseyin əleyhissalamın qardaşı Hənəfiyyə qalxır ayağa, İmam Hüseyin əleyhissalamın əlindən, boğazından, boynundan öpür
deyir, ya Hüseyin, izni ver, mən səninlə bir yerdə Kərbəlaya gedim. İmam Hüseyin əleyhissalam yenə də bir söz deyir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ühud müharibəsində bilirsən nə dedi Hənefiyə? Buyurdu ki, bütün döyüşə insanların hər birini qatmayın və döyüşdə insanların bəziləri qalıb, o döyüşün gözəlliyini insanlara çatdırmalıdır. Və o döyüşün məqsədini, məramını insanlara çatdırmalıdır. Və bilirsən ki, Ühuddə Peyğəmbərin ən ağır müharibəsi idi və ən ağır itkiləri Ühud müharibəsində oldu. Və Peyğəmbər Xuda Həmzə Seyyid-i Şühəda kimi şəxsiyyəti, əmsini orada itirsə də, Peyğəmbər sadiq səhabələrini Ühud dağında qalmağı nümayiş etdirir və oradan çəkilməmək əmrini verir. Və mən də sənə bir tövsiyə edirəm, bir qardaş kimi məsləhət verirəm, sən Mədinədə qalacaq. Və sən bizimlə qatılıb Kərbəlaya gedir. Sən mənim Mədinədə görən gözümsən, danışan sözümsən. Sən Mədinəni tərk etməyən. Hənəfiyyə çox ağlayır və çox istəyir ki, Peyğəmbərin əziz balası qardaşı ilə bir yerdə olsun, amma İmam Hüseynin ona göstərişi, İmam Hüseyin əleyhissalamın ona dediyi sözlər vacib bir sözlər olduğu üçün o Mədinə şəhərini tərk edir və İmam Hüseyin əleyhissalamın da karvanına qatılır. İmam Hüseyin əleyhissalam Mədinə şəhərindən çıxdıqda tarixdə var ki, İmam Əbu Uveys adlı bir şəxs oldu. Yəni, bu da qəbilə başçısı idi. Əbu Uveys böyük bir sərkərdə idi. Onun da başında çoxlu insanlar var idi və onunla görüşür. Və o görüşdə isə Peyğəmbərin əziz balası Həzrət İmam Hüseyin əleyhissalama salam verir və İmam Hüseyin əleyhissalamın fikirlərin və mətləblərini öyrənir, məqsədlərini öyrənir və öyrəndikdən sonra buyurur ki, mən də belə düşünürəm ki, Yezid Lənətullahın atdığı addımlar düzgün deyil və o Peyğəmbər əhl-i-beytinə hörmətlə yanaşmalıdır və nələr edəcəksə bundan sonra, nə günahlar edəcəksə, ona görə Allahdan əhvini istəyib Həzrət İmam Hüseyin əleyhissalamla birləşməli və xilafəti yönəlməlidir. İmam Hüseyin əleyhissalam ona bilən gözəl sözdür. Deyir, Əbu Uveys, heç də düşünməklə ki, zalim iman əhli ilə bir yerdə olur. Və heç düşünməklə ki, od suna bir yerdə olur. Onlar ayrı-ayrı məsələlərdir. Və heç vaxt Yezid bizim məsləhətimizi almayacaq və bizdən söz eşidib əməl etməyəcək. Çünki buna qədər də bu işlərdə olmayıblar. Və o bizim nə məsləhətimizi, nə bizim sözümüzü, nə bizim dediyimiz ayələri, hədisləri öyrənəcək. Çünki o özü Qurana zidd olan bir insandır. Qurana əksinə gedən bir insandır. Həmən sahaba vaxtı belə bir sözü dedi ki, mən sənin yanında olmağım çox önəmli olardı. Amma mən gerək Mədinədə qalam. Və mən bu şəhəri tərk etmək istəmirəm. Çünki mən bu şəhərdə Peyğəmbərin ətini görürəm. Maniyə baxmamışım. Mən bu şəhərdə Peyğəmbərin ətini görürəm. Halbuki Peyğəmbərin elə ətini kimi Həzrət İmam Hüseyin əleyhissalam. Peyğəmbər şəhərdə yoxdur. Peyğəmbərin ətini Həzrət İmam Hüseyin əleyhissalam. Peyğəmbərin qoxusu, Peyğəmbərin gülü, reyhanı Həzrət İmam Hüseyindir. Çünki Peyğəmbərin qucağındaydı bu insan. Peyğəmbər sallallahu aleyhi və səlləm onun boğazından ödür. Peyğəmbər onu bağrına basır. Tarixdə var ki, heç bir insanı bu qədər bəsləmir Peyğəmbər. İndi belə bir sual yaranlar, Peyğəmbərin nəvəsi ilə, Bağdad öz nəvəsini çox istəyər. Yox, Peyğəmbər Xuda Allahla rabitədə olan bir şəxs idi. Peyğəmbərlər silsiləsinə, tarixdə baxın, bir dənə görün ki, Peyğəmbərlərin evladları, uşaqları olub. Amma Peyğəmbərlər o uşaqlara necə münasibət bəsləyirlər?
Həzrəti Yaqub Yusifi istəyirdi. Yaqubun Yahud oğlu da var idi, Levan oğlu da var idi. Biz ne üçün bu Yusifə bağlılığı var idi? Ne üçün bu Yusif istəyirdi? Düzdür, Allah ona xəbər verir ki, sənin 11 dənə oğlun var, niyə Yusifə bağlanırsan? Amma bu isteğin içində bir illət var. O illət də budur ki, bilir ki, Yusif gələcəyin xilaskarıdır. Allah bu insanın vasitəsilə küllən insanları xilas edəcək. Ona görə o Yusifə bağlılığı var idi. Və Yaqub Allahla Peyğəmbər idi, danışıqlar idi və bilirdi ki, onun kəraməti, möcüzələri var idi. Belə məsələ deyil. Həzrəti İmam Hüseyni Peyğəmbər sevirdisə, Peyğəmbərin ona olan sevgisi, Peyğəmbərin ona olan bağlılığı Allahın ona olan isteğidir. Ki, mən dünənləri o mövzunu dedim ki, Peyğəmbər deyil, cənnət zamanıdır, Həzrəti İmam Hüseyin, Həzrəti İmam Həsən. Yəni, Allahın işarətidir buna ki, bu insanlar cənnətə daxil olan şəxslər olacaq. Peyğəmbər Allah bunu deyə, Peyğəmbər kimsə sevə bilər. Allah nişan verir ki, bu insan cənnət zamanıdır və bunun elədiyi əməllər Allahın təqdirinə layiqli olan bir əməllərdir. Ona görə bu səhabə də İmam Hüseyndən bu cür uzaqlaşır və tarixdə var ki, İmam Hüseyin əleyhissalam gəlir o yerə çatır ki, o mərhələdə ki, İmam Hüseyin Fərzadə adlı bir şahir olur. Onunla görüşür və o isə Kufədən Mədinəyə qayıdan bir şahir olur. Bilirsiniz də, hər dönəmdə şahirlər olub. Şahirlər olub ki, belə desək, Allah istədiyini yazırlar. Şairlər də olub ki, onlar öz bildiklərini yazırlar. Şairlər də olublar ki, şahların istədiyini yazırlar. Tərif yazırlar. Mən də sözümdən kənara çıxıb bir maraqlı hadisə deyim sizə. Firdovsi Şahnamə əsəri yazırlar. Bunu elə bilirəm ki, əksər insanlar orta məktəbdə və ya adresi oxuyurlar. Firdovsi böyük şair olub, Şahnamə əsəri yazır. Və o əsər ne üçün yazılır, necə yazılır bilirsiniz. Tarixdə var ki, şah çağırır Firdovsini. Deyir ki, bu qədər əsərlər yazırsan, bu qədər sözlər deyirsən. Mən bu vilayətin şahıyam, bu vilayətin böyüyəm. Bir dəfə də mənə bir dənə əsər yazılan ki, mənim də tərifim elə obaya yayılsın. Yəni, şairlərin sözü də böyüdür, eşidənlər, bugün də baxsaq zamanımızda Allah can sağlığı versin, əhlibeyt şairlərimizi, Peyğəmbər əhlibeyt necə mətn edirlər, necə tərif edirlər. Onlar onu tərif elədikcə, onunla da nüfuz qazanılır. Yəni, onu tərif eləməsələr də o insanlar ona layiqdir. Amma belə desək, o şairlər, o şəxsiyyətlərə görə nüfuz qazanılır. Əhl-i-Beytə layiqincə, tərif elədikcə, o mərhələdə nüfuz qazanılır. Məsəl üçün, Allah rəhmət eləsin, Bolu Günhan, Həzrəti İmam Hüseyin əleyhissalam üçün bir dənə belə mətn yazır ki, gəl gedək buradan Hüseyni, qanlı bir səhradır. Baba Günhan'a deyirlər ki, ay baba, bu da söz deyirsən Həzrəti İmam Hüseyin'e ki, gəl gedək buradan Hüseyni, qanlı bir səhradır. İmam Hüseyin əleyhissalam Kərbala'dan hara gedirlərdi, hədəfi oraya gedərlər. İmam Hüseyin əleyhissalamın bu cür yazsaydı daha yaxşı olardı. Deyir necə? Deyir yazsaydı ki, dur gedək buradan Hüseyni, qanlı bir səhradır. Deyir, rəhmətli Baba Günhan vaxtı belə. Deyir, o mənim gözümdə ölmüyor yox. O mənə üçün yaşayır. Mən necə deyim ona ki, dur gedək buradan Hüseyin. Hələ mən onu Kərbala torpağında görmürəm. Mən üçün yaşayır ürəyimdə, həyatımda, canımda yaşayır o mənim. Mən bunu istəmirəm. Mən ona deyirəm ki, gəl gedək buradan Hüseyin. Qanlı bir səhradır. Və bunun da hədəfi var, xütbənin sonunda deyəcəyəm ki, o. Şahnamə əsərini Firdovsini çağırır edir ki, gəl sən bu əsəri yaz, deyir, mən yazmayacaq. Deyir, necə yazmayacaqsan? Mənim tərifimi yazmayacaqsan, deyir, yox. Deyir, sən bilirsən də mən şahım, mən üçün şahir, söz deyən,
ədib yazan bu sözlərin hamısı mənim üçün manədir. Mənim tərifim, mənim hörmətim, izzətim bəllidir. Və mən də sənə öz cəzamı tərtib edəcəyəm. Neyəcəksən? Bir səni zindana salacaq. Bir səbəb sən mənə cavab verəcəksən. Hələ səbəb birinci. Və Firdovsunu salır zindana şah. Firdovsu düşür zindana. Zindana düşəndən sonra Firdovsu başlayır ağlamağa və zikr edir ki, mən bütün sözüm, bütün həyatım, bütün ömrüm sənsən. Mən səni tərif edirəm, mən səndən yazıram, səni tərif edirəm. İndi şah mənə deyir ki, mənim tərifimi yazın. Mən necə yazım o tərif? Ağlayır, Allah rəhmət arasında üzümüz Füzulini görməmişik, Nizamini görməmişik, Firdovsunu görməmişik. Bu şairlərin şəkilləri var da, baxmışsınız da, bunların hamısının nuraniyyəti var, hamısı elm əhli olur. Nurani saqqalları, əbaları, əmmamələri başında. Görür, bir nəfər də zindanda ağlayır. Deyir, sən niyə ağlayırsan zindanda? Deyir, sənin adın nədir, deyir Firdovsu. Deyir, mən sən hər ağladıqca, mənim keçim yadıma düşür. Gözündən axan yaş saqqalının üstünə düşür, keçim yadıma düşür. Deyir, necə keçim? Mən Allah'ı zikr edirəm, sənin keçim yadıma düşür. Deyir ki, mən keçim üstünə yardım zindana düşür. Firdovsu baxır, təbəssüm edir və başlayır Allah'la razı niyaz etməyə zindana başına deyir ki, gel, şaha deyirəm ki, mən əsəri yazacağım. Amma buradan mənə tezliyə sorsun. Yəni, bu adamla burada qalıb, qəflətdə qalmaqdansa, gel, bu əsəri yazacağım. Və gəlir o əsəri yazır. Amma yazır kim üçün yazır? Əhl-i Beyt üçün yazır. Elə gözəl bir əsər yazır ki, oxuyanlar bilir. O əsəri Əhl-i Beyt üçün yazır, Şah Əli üçün onu tərif edir. Amma o tərifi Allaha edir. Bütün tərifi, İmam Hüseynin tərifi var orada, Peyğəmbərimizin tərifi var. Yəni, o oxuyanlar da bilir ki, bu tərif yalnız ya Peyğəmbər, ya İmam ola bilər. Yəni, adi bir şahın bu boyu tərifi ola bilməz. İndi Pərzadə adlı şair yaxınlaşır Həzrət İmam Hüseyin əleyhissalama. İmam onu gördükdə, İmam ona baxdıqda deyir, sən Küfədən gəlirsən, sən Küfədən nə gördün? İmam Hüseyin əleyhissalama bilirsiniz nə deyir? Deyir, ya Hüseyin, mən Küfədə bunu gördüm. Adamların qəlbi səyləndir. Adamlar səni istəyirlər. Amma qılınclar da səyləndir. Qılınclar da sənə tərəf çəkilir. Və sən Küfəyə getsən, qılınclar sənə tərəf gələcək. Qəlblər yox. Qəlblər bir hədəfə xidmət edir. Deyir, biz sən əvvəl dedim, adamların qəlbi səyləndir. Deyir, bəli. O qəlblər ki, səyləndir, onlar gözləyirlər ki, əgər sən Yezid lənətullaha qalib gəlsin, onlar səyin olsun. Əgər sən kiçik bir karvanla Kərbəlaya yetişsən, onlar tezliklə Yezidin tərəfdarları olacaq. İndi görün İmam Hüseyin əleyhissalam bu şairə nə deyir? Deyir, Quranda Allah deyir ki, o qəlblər ki, Allahın ayətlərini eşidirlər, onlar ki, o ayələri eşitdikdən sonra ona bağlanmırlar, onlar möhürlənmiş qəlblərdir. Onların gözləri görür, görməzdirlər. Dilləri danışır, danışmazlar. Onların əlləri hərəkətdədir, amma onlar bütünlüklə bütün əzaları qurulmuşdur. Və bir gün Allahın hüzuruna da qayıdacaqlar. Şairə Quranla cavab verir və ondan da uzaqlaşır və gəlir yetişir Həzrət İmam Hüseyin əleyhissalam İbn-i Əbbas'a. İbn-i Əbbas tarixdə var ki, tanınmış bir insan idi və elə bir şəxsiyyət idi ki, o da əleyhissalamın zamanəsində, hətta Səlman Mədainə gələndə Mədaində Səlmana böyük bir İbn Əbbas dəstək verir. Və Mədaində İbn Əbbas Səlmanın xidmətində olur
Və Həzrət İmam Hüseyin əleyhissalamı gördüyündə deyir, bağrına basır, ağlayır. Deyir, ya Hüseyin, mən Kufədə idim, Kufədə olan hadisələrdən xəbərdar və mən bilirəm ki, Kərbəlaya sən yetişirsən, Kərbəlaya gedəcəksən və mən bütün hadisələri bilirəm. Amma ya Hüseyin, mən sənin üçün nə edə bilərəm, nə iş görə bilərəm? Elə bir iş görüm ki, bir gün Allah və onun Peyğəmbərinin üzü baxır. İmam Hüseyin əleyhissalam baxır ona, deyir, İbn Abbas, sən bu həddə qədər, bu mərhəliyə qədər İslam'a, Peyğəmbərə, Peyğəmbər əhl-i beytinə layiqincə xidmət edəmsən. Və bu vəziyyətdə insanların qəlblərini, insanların fikirlərini dəyişdirmək də mümkün deyil. İnsanlar qorxu içində yaşayırlar. Amma sən ürəkli bir kişisən, sən mərd bir kişisən, sən Siffeyndə, sən Səlman Farsının yanında, mədafində böyük sərkərdələri üzünü döndərmirsən, onları Peyğəmbərə tərcih edirsən, onları Peyğəmbər əhl-i beytinə tanıtdırırsan və sənin öz işin bundan ibarətdir ki, bu gün də o dini dəyərləri kamilən şəkildə insanlara çatdırasan. Dedi, ya Hüseyin, bu iş mənim üçün çox asan bir işdir. Amma mən istəyirəm ki, səninlə bir yerdə Kərbəlaya edəm. İstəyirəm ki, Kərbəlada olan səninlə bir yerdə. İmam Hüseyin əleyhissalam buyurdu, xeyr, sən elə bu şəhərdə qalacaqsan və sən mənim dediklərimi edəcəksən. İndi təsəvvür edeyim ki, İbn Abbas Səlmanı görən, əleyhissalamı görən bir sərkərdə, bir səhabə, tanınmış səhabə, nə qədər adam ətrafına cəm edirlərdi? Nə qədər insanlar yıxa bilər? Nə qədər insanlar bunun sözü ilə hərəkətə keçə bilərdi? Amma İmam Hüseyin bunu istəmir. İmam Hüseyin əleyhissalam buyurur ki, sən burada öz işlərini görürlər. Və necə ki, əvvəl öz işlərini görürdün Mədafində, əvvəl öz işlərini Mədinədə görürdün və bu gün o işlərini icraçısı ol günə. Deyir, Peyğəmbər balasını basır bağlarına, ağlayır, əlindən, boğazından öpür, deyir, ya Hüseyin, mən mütləq səni bir gün görəcəyəm inşallah. İmam Hüseyin əleyhissalam buyurur ki, sən Allahın buyurduqlarını yerinə getirməklə, öz işlərini ləyaqətincə yerinə getirməklə, inşallah mən Allaha sənin üçün şəfaatçı olacağım, Peyğəmbər üçün. Peyğəmbərə dua edəcəyəm ki, sənin üçün şəfaatçı olsun. Amma Həzrət İmam Hüseyin əleyhissalamın İbn Abbasdan ayrılmağı çox çətin olur. İstəmir İmam Hüseyin əleyhissalamı bıraxsın. Deyir, ya Hüseyin, bəlkə sən də Kərbəlaya gedəsən. Və ora sənin üçün çox çətin olacaq, ora sənin üçün çox ağır olacaq. İmam Hüseyin əleyhissalam ona da bir gözəl ayə verir. Bir Allah yanında heç bir iş çətin və ağır deyil. Allah yanında hər bir iş çətinlikdən asançılığa gedir və asançılıqda isə böyük bir müjdə var, böyük bir məqam var və mən o məqama mütləq yetişəcəyəm inşallah. Və Həzrət İmam Hüseyin əleyhissalam bu insanlarla görüşə tarixdə var ki, xanım Zeynəb salamullah və Həzrət İmam Hüseyin əleyhissalamın yar-ı ənsari hamı İmam Hüseyin əleyhissalamın müşahidi edir. O adamlar necə ki imamla görüşür, necə ki danışır, necə ki imama dediyi sözlər, imamın onlara tövsiyələri, imamın onlara ayələrin deməsi, imamın onlara münasibətləri və İmam Hüseyin əleyhissalam nə qədər ki mərhələlərdə yetişir və mən onu inşallah 10 gün ərzində deyəcəyəm, hədəf yetişir ki, İmam Hüseyin əleyhissalam gəlir Kərbəlaya yetişir. Kərbəlaya yetişir İmam Hüseyin əleyhissalam. İmam Hüseyin əleyhissalamın Kərbəlaya yetişəndə onun adını maraqlanır. O torpağın, o məqamın adını maraqlanır. Və Həzrət İmam Hüseyin əleyhissalama Neynəva deyirlər. İmam Hüseyin əleyhissalama bir neçə addan sonra Kərbəla deyəndən sonra İmam buyurur ki, bura Kərbəladır. Bura çox qəmli və kədərli bir yerdir.
Tarixdə var ki, imam o torpağa düşür və torpağı öldürür. Hətta o Kərbəla torpağını alır. Çünki bu günləri ki, əzizlər, möhtərəm insanlar, siz əzizlər, o Kərbəlanı ki, ziyarət edirsiniz, imam o torpaqların hamısını alır. O məqamı, o yerlərin hamısını alır. Çünki bilir ki, o yerlər hansı yerlərdir və bu yerlərin məqamı nədir? İndi insanlar var, deyirlər ki, Hz. İmam Hüseyin əleyhissalam bilirdi ki, Kərbəlada şəhid olacaq. Əgər bu kişi bu hadisələri bilmirdisə, Kərbəla torpağını yanır. Və o torpaqların hamısını halallaşır, o torpaqları alır. Və almaqda da məqsəd məram nədir? İmam Hüseyin əleyhissalama torpaq lazım edir. Yox, imam bilirdi ki, burada şəhid olacaq. Və bu torpaqlarda da o torpağa taşınacaq. O yerlərin hamısını alır. Ona görə bugün deyirlər, ziyarətə gedirsən, sənə deyirlər Kərbəlalisən, ziyarət. O adı Hz. İmam Hüseyin əleyhissalam eşitdikdə o yeri alır və o İmam Hüseynin torpağıdır, möhtərəm zaman. Yeganə torpaqdır, Kərbəla torpağı ki, insan onu torpağı yemək olmaz. Şəriətimizdə torpaq yemək olmaz. Amma Kərbəla torpağını yesən şəfaat olmaz. Allah ona bir dənə böyük bir bərəkət verir. Ne üçün? Çünki İmam Hüseyin kimi şəxsiyyət orada qədəmə qoyur. İmam Hüseyin kimi şəxsiyyət torpağa tapşırır. İmam Hüseyin kimi şəxsiyyət Allah yolunda hər şeyi məclisi qoyur. Deyir, o mərhələləri ki, yetişdi, xanım Zeynəb Salamullah Əleyhaya xəbər verdilər ki, biz Kərbəlaya yetişdik. İmam Hüseyin əleyhissalamın bacısı xanım Zeynəb deyir, Kəzavədən bunu güclə torpağın üstünə salırlar. Dedi, Allah, bu yer imiş ki, Cəddim Rəsulullah, atam Əli ibn Əbi Talib, anam xanım Zəhra ağlayıb yerlər. Gör, mən hansı bir yeri gəldim deyir. Bir xanım Zeynəb bir ləhsədə özündən getdi. Özündən getdi xanım Zeynəb. Tarixdə yazırlar ki, xanım Zeynəbin xidmətçisi qalxdı, dedi, ya Zeynəb, nə oldu sənə? Dedi, bir zaman mən anam xanım Zəhra Salamullah Əleyhanın yanına gəldim. Peyğəmbər Xudar onun yanındaydı. Atam Əli ibn Əbi Talib oradaydı. Və Peyğəmbərin yanında Ümmü Sələmə də var idi. Anam deyir, məni gördüyündə bastı bağlıma. Hey ağladı. Mən uşaq edim. Mən bilmədim, anam niyə ağlayır. Allah bütün valideynlərimizə cansağlığı versin. Dünyası dəyişən analarımızı Allah rəhmət etsin. Görərsən, uşaq, yəni elm də bu təsdiq edir. Uşaq bir başqa bir insanı gördükdə, körpə uşaq olar, dil açan uşaq olar, başqa bir uşaq adamı gördükdə, elə bir ondan çəkinir. Amma uşağı ki, anasına verdikdə, uşaq birdən dayanır. Körpə uşaq da belədir. Uşağı ki, anaya verdikdə, heç ana deməsə də, ana onu qəlbinə sıxsa, qəlbinin səsi onu özünə cəlb edir, çəkir. Bir anam, xanım Zəhra mənim qəlbinin səsi ilə bu sözü dedi ki, ya Zeynəb, sən nə müsibətlər verəcəksin? Sən nə başı bəlalı bir müsibətlər verəcəksin? Deyir, anamın qəlbinin səsi mənim yanıma düşdü.